Salam əziz şagirdlər, bu gün fəzada düz xəttlər və müstəvilər bölməsinin belə deyim izah edəcəm və bunda mail, perpendikulyar və proyeksiya haqqında məlumat verəcəm. Dərs izahını çəkmişəm uşaqlar. Dərs izahına baxmaq istəyən dərs izahına birinci baxsın. Bu bölümü biraz bizim belə deyim də, o 3D görüntümüz deyək də, o zəif olduqca bu bölmədə çətinliyimiz ola bilər, amma çox da zəif belə deyim də, əslində olmalı deyilsiniz. İnşallah hamısını izah edəcəm. Çalışın, baxın. Belə başlayalım ki, bu müstəvidir, kağız müstəvidir. Bunun perpendikulyar deyəndə bax bu düz xətt. Tam bu düz xətt ona perpendikulyar dayanıb. Maili isə bundan bir neçədən mail çəkmək olar. Sonsuz saydan mail çəkmək olar. Amma müstəvi perpendikulyar düz xətt bir dənəsini çəkmək olar, ikincisini çəkmək olmaz. Vaxt itirmədən uşaqlar birinci sualdan başlayaq. Deməli, birinci sual. Müstəvi deyib 6 sm məsafədə yerləşən, bu uşaqlar müstəvi olsun. Müstəvini belə dalğalı xəttdən çəkirlər. Müstəvidən 6 sm məsafədə. Bu müstəvi həmişə perpendikulyarda dedim axı 90 dərəcədir. Bu 6-dır. Məsafə həmişə 6 olacaq. Deyib ki, müstəvinin uzunluğu isə mail çəkilmişdir. Mailin uzunluğu isə 12 sm-dir. Bu da 12 sm. Bizə deyib ki, mailin müstəvi ilə əmələ gətirdiyi bucaq. Baxın uşaqlar, birləşdirəcəm bunu. Bu bucağı səndən istəyib. Bunu alfa deyirəm. Qayda əsasında sinus termindən də baxa bilərsiniz. Bax, sinus termindən də işləmək olar. Amma sinus termini isə uşaqlar lazım deyil. Düzbucaqlı üçbucaqda əgər katet hipotenuzdan kiçikdirsə, 2 dəfə kiçikdirsə, 12 bu 6-dırsa, deməli hansı bucaq qarşısında dayananda o ilə olur? 30 dərəcəli bucaq qarşısında dayananda olur. Alfa 30 imiş. Bizə deyib ki, müstəvi ilə maili müstəvi ilə əmələ gətirdi. Mail budur uşaqlar. Mail budur. Bax, bu xətt var ha, 12 olan. Mail budur. Müstəvi də budur. Əmələ gətirdiyi bucaq alfadır. Alfa necəmiş onda? 30 dərəcə cavab olacaq Y bəndi. Ondan sonra 3-cü suala baxaq. Keçək. Müstəvidən 4, bax müstəvi indi çəkirəm. Bu müstəvidir. 4 sm məsafədə. Yenə də məsafə 4-dür. Bu perpendikulyardır. Ondan sonra deyib ki, müstəvidən deyib ki, endirilmiş mailin uzunluğu 5-dir. 5-dir. Deyib ki, bunun uzunluğunu tapın. Buna da x deyirəm. Düzbucaqlı üçbucağa görə katetin binası 4, hipotenuz 5-dirsə, şifayı x necə taparam? 3 taparam və ya 5-in kvadratından kök altında 5-in kvadratından çıxaram 4-ün kvadratını. X kvadratı bərabərdir, x bərabərdir kök altında. Bundan çıxır 25, 4-də 16-da çıxanda 9 alınacaq. X olacaq 3. Bizə deyim nəyi tapın? Proyeksiyanı tapın. Uşaqlar, bu perpendikulyardır, bu proyeksiyadır, bu da maildir. Cavab olacaq 3. Yəni belə. Keçək 5-ci suala, vaxt itirmədən. Müstəvinin xaricindən götürülmüş nöqtədən 5-ci sualda. Müstəvinin xaricindən verilmiş nöqtədən. Bu müstəvidir. Xarici nöqtəsindən götürülmüş nöqtədən. Deməli, müstəvinin xaricindən götürülmüş nöqtədən həmin müstəvi 45 dərəcə bucaq əməliyyatlarına mail çəkilmişdir. Əvvəlcə bu nöqtədən bir dənə mail çəkilib və bu mail 45 dərəcə, müstəvi ilə 45 dərəcə, müstəvi budur yəni. 45 dərəcəli bucaq əməliyyatları. Və bunu birləşdirdim, perpendikulyar oldu, bu da 90. Bunu birləşdirsəm, bu da düzbucaqlı üçbucaq alınacaq uşaq təbii ki. Bu da 45-dir. Düzbucaqlı üçbucaqda katetlər x olanda yaducu gəlirsə, bərabər yanlı düzbucaqlı üçbucaq deyirdim. Həmişə bu x kök altında 2 olurdu. Yəni nə deyib? Deyib ki, mailin uzunluğu 8-dir. Mail yəni x kök altında 2 bərabərdir 8-ə. X-i tapanda 8-i böləcəm kök altında 2-yə. Bunu da irrasionaldan azad edəsəm, məxrəci kök altında 2-yə verəcəm. Olacaq 8 kök altında 2. Kök 2-ni də kök 2-yə verəndə 2 eləyəcək. 8-dən 2-ni ixtisar edəndə 4. Cavab alınacaq 4 kök altında 2. Yəni cavab, baxaq hələ 4 kök altında 2 ilə bir cavab var. Bəli, D bəndi. 7-ci suala baxaq. 7-ci sual uşaqlar. Bu şəkili çəkirəm, olduğu kimi çəkirəm. Kvadrat uşaqlar, bu burada röntgen kimi çəkiləcək. Yəni sizi çaşdırmasın. Bəs nə kvadratdır? Bu C7. Bu K, C, D, Y. Belə.
Uşaqlar kvadratdır. Kvadratın bütün tərəfləri nədir? Bərabərdir. Bax, birinci işimiz budur. Kvadratın bütün tərəfləri bərabərdir və bütün bucaqlar 90 dərəcədir. Yadda saxlayın. Bu da yəni 90-dırsa hamısı 90 olacaq da. Hamısı 90 olacaq. Bu deyirəm bir də perpendikulär çəkirlər baxın. Deyirəm bir də perpendikulär çəkirlər. Bu D xəttinin perpendikulär çəkilir və bunu birləşdirirlər. Baxın, birləşdirirlər. Uşaqlar baxın birinci kvadratın deyib ki, C-yi 3'dür. Uşaqlar C-yi 3'dürsə 3 kök altında 2'dir. Bax, kvadratın özünü yadımıza salaq. İstəyirəm qəşəng şəkildə izah edeyim ki, başa düşəsiniz. Kvadratın bütün tərəfləri eynidir və yeganə kvadrat idi ki, onun diaqonalı bucağın tənböləndir. Olacaq 45-45. 45-45. Bu da 45-45 olacaq. Bu da 45-45 olacaq. Deməli, bu da bərabər yanlı düzbucaqlı üçbucaq alındı. Bu 3 kök altında 2-dirsə, 45-45 üçbucaq yadıza düşsün. Bu 3 olmalıdır deməli. Bu da 3-dür. Bütün tərəfləri neçə imiş? Bu 3 kök altında 2-dirsə, tərəfləri 3 imiş. Çünki hər bucağı 45 dərəcədir. Belə başlayalım sizə. 3, bu da 3, bu da 3. Və bizdən nə istəyib? Sonra nə verib? BD-ni də verib. Əla. BD-ni də verib neçə? 8. Uşaqlarda nə var ki, düzbucaqlı üçbucaq bu öz də perpendikullərdir də. Bu öz də şeydir. Yəni bu hündürlükdür, bu da tərəfdir də. Elə başa düşün ki, bax belə dayanıb da bu. D-yi belə dayanıb. Buradan düzbucaqlı üçbucaq çəkməyə nə var ki? Onun üçün də bu düzbucaqlı üçbucağın hipotenuzunu tapacağam. B-yi kvadrat, B-yi bərabərdir kök altında 8-in kvadratı, üstə yazın 3-ün kvadratı. B-yi bərabərdir 8-in kvadratı 64, üstünə 9 gələndə 73. O da deyəcək kök altında 73. Belə uşaqlar. Cavab olacaq kök altında 73. Belə sadə. Keçək indi buna uşaqlar. 9-cu sual. Bu keçən belə bir sual qəbula düşüb. Bu asandır. Bu müstəvi deyində. Bu müstəvidir. Deyib ki, müstəvidin 15 sm məsafədə, indi 15 sm məsafədəndir. Deyib ki, mailin uzunluğu isə, proyeksiyanın uzunluğu isə 20 cm-dir. Bu da mail seçilib. Yəni mail, buna da x deyək. Olacaq x kvadratı bərabərdir 15-in kvadratı plus 20-nin kvadratı. X kvadratı bərabərdir 15-in kvadratı 225 plus 400. X kvadratı bərabərdir 625. Pifaqor teoremi tətbiq edəndə x bərabərdir 25-ə. Cavab olacaq 25. Yəni nə deyib bizə? Mailin uzunluğu 25 olacaq. 11'ə baxaq. 11. Müstəvinin üzərində olmayan A nöqtəsindən, bu müstəvidir. Üzərində olmayan A nöqtəsindən deməli bu müstəviyə 20 cm bir mail seçilib. Bu 20 cm-dir. Deyib ki, proyeksiya isə 16 cm. Proyeksiya budur, 16 cm. Bizə nə deyib? Məsafəni istəyib, bu da x-dir. Yəni düzbucaqlı üçbucaqdır uşaqlar. X-in kvadratı plus 16-nın kvadratı bərabərdir 20-nin kvadratına. Hipotenuzun kvadratına x kvadratı bərabərdir 20-nin kvadratı çıxılsın 16-nın kvadratı. X kvadratı bərabərdir 20-nin kvadratı 400-dür. 400-dən çıxacam 256-nı. X kvadratı bərabərdir 144-ə. X də bərabərdir 12. 12-yə. Cavab olacaq 12. C bəndi. 13-də. Onca baxaq uşaqlar. Müstəvidin deyib ki, 12 cm məsafədə nöqtədən bu müstəviyə 60 dərəcə bucağı əməliyyat gətirən. Deməli, bu uşaqlar baxın bir dənə diqqətlə. Bunu mən mailə seçmədim. Bu 12-dir. Müstəvi ilə də 60 dərəcə bucağı əməliyyat gətirsə, bu 60 olacaq. Bu düz bucaqlı üçbucaqdır. Əgər hipotenuzun qabağında 12 dayanıbsa uşaqlar, 30-un qarşısındakı dayanan tərəf həmişə hipotenuzun yarısıdır, yəni 6-dır. 60-ın qarşısında dayanan tərəf isə bunun kök altına 3 misli, 6 kök altına 3-dür. Sonra nə deyib? Mail çəkilmişdir. Bu deyib, çəkilmiş mailin uzunluğunu tapın. Hansı sual idi bu? Mailin müstəvidən məsafədə, yox, baxışdır uşaqlar. Deməli, sual seçsilək, biz onu tam oxumadım. Baxın, nədir? Bir dənə uzunluğu 12-dir, məsafəsi budur, 12. Deyib ki, müstəvi ilə 60 dərəcəni gətirib, bu 60-dır. 60-ın qarşısındakı 12-dirsə, 30-un qarşısında dayanan tərəfi tapanda
30-un qarşısında dayanan tərəf tapanda 30-un qarşısında dayanan tərəf. Həmişə 12-nin kök altında 3 misli yox, nisbət olacaq. Çünki 30 dərəcə uzaq qarşısında dayanan nisbət olmur, həmişə qayda elətdə. İndi belə. 12-ni kök altında 3-ə böləndə kök altında 3-ə verəsəm, olacaq 10 kök altında 3 bölünsün 3-ə. Bu da gedəcək 4 kök altında 3. Belə. Cavab olacaq 4 kök altında 3. İndi bizə deyim mailin uzunluğu. Bu 4 kök altında 3-dür. Mailin uzunluğu inşallah bunun 2 qatı olacaq da. 30 dərəcə uzaq qarşısında dayanan qatı hipotenuzun yarısı. Demək hipotenuz 8 kök altında 2, 3-dür. Eləyəcək. 8 kök altında 3 Y bəndi. 15-də 15-ə baxaq uşaqlar. Deyib ki 15-də. Müstəvidən məsafədə, yenə də müstəvidir. Eyni sualdır. 16 sm məsafədədir. 16. Deyib ki, bu nöqtənin müstəvi qədər çəkilmiş, müstəvi şeydən indi 30 dərəcə müsahimədə yetirib. 30 dərəcə müsahimədə yetirib. Bizə deyib ki, mailin uzunluğunu tapın. Asan uşaqlar. Əgər 30 dərəcə uzaq qarşısında dayanan katet 16-dırsa, 90 qarşısında dayanan tərəf 32 olacaq. Yəni cavab 32 olacaq. Uşaqlar, gəlin baxaq bu şəkilin üzərində işləyəcəm. Deməli, bunların konkretliyin, bərabərliyin verib bizə. KC 10-dur. Hanı KC? Bu düzbucaqlı üçbucağına yetirdi. Uşaqlar, burada 10-dur. Bu 10-dur. Ondan sonra KO hansıdır? 8. Deyib ki, xəricin seçilmiş. Xəricin seçilmiş. Ümumiyyətlə, uşaqlar, düzbucaqlı üçbucaqda. Düzbucaqlı üçbucaqda. Deməli, yadda saxlayın ki, düzbucaqlı üçbucaqda. Düzbucaq təpəsindən çəkilmiş. Çevirənin radiusu var. Belə deyim də, düzbucaq təpəsindən yox, xəricin seçilmiş çevirənin radiusu həmişə böyük yerdə. Həmişə hipotenuzun yarısı olacaq. Daxilə seçilmişdirsə, katetlərin cəmi çıxılsın, hipotenuz bölünsün 2-dir. Burada düzbucaqlı üçbucaq var da. Bu düzbucaqlı üçbucaq. Bax, düzbucaqlı üçbucaq birləşdirib düzbucaq. Bu 10-dur. Bu 8-dir. Digər kateti tapa bilərəm. Yəni C10-u tapa bilərəm də. C10-u tapanda C kvadratı üstəgəlsin 8-in kvadratı bərabərdir CK-nın kvadratına. Yəni 10-un kvadratına. C10-un kvadratı bərabərdir. 10-un kvadratı 100, 64 çıxanda 36. CO da bərabərdir 6-ya. CO 6-dır. Tapdım. Bizə deyib ki, indi düz xarici seçilmiş çevirən yarısıdır. İndi bu da uşaqlar bizim seçdiyimiz nədir baxaq? Bunun bərabərliyi. A10-un da OB-yə bərabərliyi verib. Yəni bu median imiş elə. Bu mediandır. Bu median 6-dırsa, hipotenuz uşaqlar 2 qat olmayacaq. Həmişə biz deməmişik düzbucaq təpəsindən seçilmiş median hipotenuzun yarısıdır. Deməli bu 6-dırsa bu da 6 olacaq, bu da 6 olacaq. Yəni 12 eləyəcək. C bərabərdir 12. C 12 olacaq. İndi xəricin seçilmiş çevirəndə radiusunu tapanda da olacaq 12 bölünsün 2. Elədir 6. İndi deyib ki, dairənin sahəsini hesabla. Dairənin sahəsini də düzsürü keçmişik. Pi r-in kvadratıdır. Yəni pi vurma 6-nın kvadratı 36 pi. Elədir. Belə. 36 pi. B bəndi. 17-ci suala baxaq. Bu da sadədir. Keçən imtahana belə bir sual düşmüşdü. Bu bucaq 30-dur. 30-dur. Deməli, davamına baxaq. 30. Deməli, bu AC 8-dir. 30 dərəcəli bucaq 90 qarşısında deyilən tərəf 8-dirsə, bu 4 olacaq. Baxan kimi deyirəm. BD düşdü. Ay uşaqlar, bu düzbucaqlı üçbucağa baxın bir dənə. Katillərin biri 4-dür. Digər katili 3-dürsə, hipotenuz necə olur? Müəllim 5. Çox sadə sual idi. İndi baxaq uşaqlar 19-cu suala. Deyib ki, müstəvidən, yenə bu müstəvidir. Sadə suallardır uşaqlar. Biz buna başa düşmək lazımdır. Müstəvidən 6 sm məsafədə olan müstəvi ilə yenə 30 dərəcə müsahimədə yetirib. Bu 30-dur. 30 dərəcə müsahimədə yetirib. Bu 90-dır həmişə. Maildir. Deyib indi mailin uzunluğunu tapın, yoxsa mailin uzunluğunu tapın. Yenə 30-un qarşısında dayanan tərəf 6-dırsa, hipotenuz 12 olacaq. Basandır uşaqlar. Bunlara çox baxmağa dəyməz. Bu 21 uşaqlar, bu yaz
Bunlara inşallah şeydə dəstə baxacaq. Bunlar da eyni qaydadır. 22. Kvadratlar sualına onun üçün ki, belə göstərsəm də burada başa düşməyəcəksiniz. Çünki onlar dəstə izah olunmalıdır ki, onlar belə deyim də, dəftərdə izah olunmayacaq. Onlar qələmlərdən istifadə edib başa salacam. Burada indi bir dənə əlimdə telefon olduğu üçün ona başa sala bilmirəm. Baxa bilirəm. 23-ə baxaq uşaqlar. Nəsə 23-ə baxaq bir dənə. Müstəvidən 8 sm. Yenə bu müstəvidə uşaqlar. 8 sm məsafədədirsə bu 8-i. Ona başqa mailin uzunluğu deyib ki, müstəvi üzərində proyeksiyadan 4 sm böyükdür. Deməli buna yenə düzbucağı üst-bucağı düzəldirəm. Bu deyib bundan 4 sm böyükdürsə buna x deyirəm, buna x plus 4 deyirəm. Qutarda Pifaqor teoremi tətbiq edəcəm. 8-in kvadratı bərabərdir x-in kvadratı, yox 8-in kvadratı üstə gəlsin x-in kvadratı bərabərdir x plus 4-ün kvadratına. 8-in kvadratı 64, üstə gəlsin x kvadratı bərabərdir x kvadratı plus 8x plus 16. X kvadratı hər tərəfini istilah etdi. Olacaq 8x bərabərdir 64-dən 16 çıxanda 48. X-ə bərabər 8-i 8-ə böləndə 6. Cavab olacaq 6. Mailin uzunluğunu tapın. Sən tapdın bunun proyeksiyanın uzunluğunu. 6 üstə 4 gələndə 10 eləyəcək. 25-ci suala baxaq uşaqlar. Bu da məncə elə çox asan sualdır. Yaxşı sualın eynisidir. Birinci sualın eynisidir. Deməli deyib ki 25. Deməli müstəvi üzərində 16 sm məsafədə, 16 metr məsafədə olan müstəviyində 16 metr məsafədə olan, yəni bir dənə düz xətt çəkilib. Deməli deyib ki, nöqtədən bu müstəvinin uzunluğu mail çəkilməyində 16-dır. Bu da maildir. 32 sm. Bunu birləşdirəcəyik. Bu bucaq hissəsindən hissəyə soşman. İndi bunu tapmağa nə var ki, indi 30 dərəcə bucaq arasında katil tipli uzun yarısı. Deməli, bu bunun yarısıdırsa, alfa neçəymiş? 30 imiş. Alfa 30. 27-də deməli 27-yə baxaq. Müstəvinin deyib ki, xaricindən, nöqtədən müstəvi uzunluqla 2 dənə mail çəkilib. Deməli, şurada 2 dənə mail çəkilib. Bu müstəvidir. Bu müstəvini biraz yaxşı çəkək. Müstəvini biraz qəşəng çəkməyə çalışaq. Mən belə dəftəri götürəcəm. Deməli, bu müstəvimiz bizim 2 dənə mail çəkilib. Bir belə maildir. Biraz uzundur. Biri də belə maildir. Bu da nöqtəmizdir bizim müstəvidən. Bir belə nöqtə, bir də belə. 2 dənə mail çəkilib. Bu da 90-dır, bu da 90-dır. Belə. 7-dir, uzunu 7 deyək, buna da 5 deyək. Kiçik mailin uzunluğu, proyeksiyası, kiçik mail burada 3-dür. Deyib ki, böyük mail proyeksiyanı tapın, bu ikisi tapın deyib. Uşaqlar bax, 2 dənə düzbucaqlı üçbucaq var. Buna görə bu kateti taparam. 5-in kvadratının 3-ün kvadratını çıxanda 4-ün kvadratını alınacaq, 4 alınacaq. Yenə də bax, burada Pifaqor teoremi alınır da. Olacaq x kvadratı plus 4-ün kvadratı bərabərdir 7-nin kvadratına. X kvadrat bərabərdir 49, çıxılsın 16. X kvadratı bərabərdir 33, x olacaq kök altında 33. Belə. 29-da da eyni sual. Ümid verirəm ki, eyni sualdır. İndi çevirən üzərində, dairanın üzərindədir. Bunu inşallah dərs izahında başa salacam. Yəni, çətin deyil uşaqlar. Çox sadə bölmədir. Xahiş edirəm, hamı ciddi şəkildə yanaşsın, qaydalarına baxsın. İnşallah indi qaydalarında bunun yazacam ki, sizə təhvil verəm. Təhvil verəm, siz də bunları işləyəsiniz. Allahın köməyi ilə. Yaxşı olacaq inşallah uşaqlar. Narahat olmayın, hər şey alınacaq. Amma siz ciddi şəkildə mütləq bu bölməni oxumalısınız. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Mütləq şəkildə yenə etdiyim kimi suallarda diqqətli olmaq lazımdır. Bu şəkillərdə görmək lazımdır. İşlədikcə də bu sualları siz tamını görəcəksiniz. Yəni belə. Sağ olun.